Salam hörmətli izləyicilər. Sizi bir xatadan qorumaq istəyirəm. Ehtiyatsız boksçu haqqında sindromdur. Boksçu ringdə bir də görsən açılır və zərbə alır. Yəni əlini yığışdıran kimi zərbə alır. Bax fikir verin, maşın getdi. Biz də getdik. Maşın dayandı. Biz də dayandıq, sola dönəcəyik. Və bundan sonra maşın gedir, biz heç nə görmürük və o yenə dayanır. Bax bu zaman sürsək bu dəqiqə bax bu qara maşından zərbə alardıq biz. Ona görə də ehtiyatlı olmaq lazımdır. Açılmaq lazımdır zərbəyə görə. Bax təkrar edirəm. Getdik. Avtomobil dayandı, biz də dayandıq. Və burada təcrübəsiz sürücülər ikinci dəfə maşın gedəndə daha dayanmırlar. Və o gedəndə gedirlər. Qarşıya gedərək qarşıdan gələn qara maşından toqquşmaya düşürlər. Bu ehtiyatsız boksçu sindromudur. Bundan özünüzü qoruyun. Təcrübəli sürücülər bunu bilirlər, amma yeni sürücülər bunu qətiyyən bilmirlər. İndi bugünkü videodan sonra yəqin ki bilərlər. Diqqətinizə görə çox sağ olun.